Deməli, dim test toplusu məhlullar bölməsi səhifə 144, 11. 11-ci sual nədir? Hansı maddə məhlulunu hazırlamaq olmaz? Hansı maddə su ilə reaksiya girirsə, o maddənin suda məhlulunu hazırlamaq olmur. Məsələn, kalium hidroksid. Kalium hidroksid su ilə reaksiya daxil olmur. Deməli, bunun su ilə qarışanda məhlulunu hazırlamaq olar. İki. Kalsium nitrat. Su ilə daxil olmur. Və məhlulunu hazırlamaq olar. Üç. Natrium hidrit. Natrium hidrit su ilə daxil olur. Yəni, su ilə daxil olur, tərkibi dəyişir. Natrium hidroksid və hidrogen. Yəni, natrium hidridin suda məhlulunu hazırlamaq olmur. Məhlulunu hazırlamaq olmur. Dörd. Kalsium karbid. Kalsium karbid də su ilə reaksiya daxil olur. Və suda məhlulunu hazırlamaq olmur. Anlıq kalsium hidroksid və asetlə. Üç və dörd. Yirmi yeddi. Burada nədir? 60 cl-də 1 litr suda doymuş məhlul hazırlamaq üçün götürülmüş maddələrin kütlələrini atma sırasını götür. Yəni, həll olma imkanı var. 60 dərəcədə 60 cl-də natrium kloridin həll olması hara düşür? Bax, görsən bura. Düzdür. Mis sulfatınki bura. Amonium kloridi bura. İndi burada 60 dərəcədə hansının həll olması daha azdır? Natrium klor. Natrium kloridin həll olması daha azdır. Ondan sonra hansı çoxdur? Mis sulfat. Mis 2 sulfat. Ən çox da hansıdır? Amonium kloriddir. Bəli. NH4 klor. Yəni bu cür. Natrium klor, mis sulfat, NH4 klor. Hansı olacaq? A variantı. Otuz üç. Qrafik veribdir. X maddəsi həll olunan imkanı müəyyən. Məhlul veribdir. Məhlul neçə qram veribdir? 300 qram veribdir. Sağ ol. Həll olan M qramdır. Məhlul 300 qramdır. İndi KH-ı tapmaq üçün suyu bilməliyik. Su nə olacaq? 300 çıx M-dir. Onda KH nəyə bərabərdir? Bəli?
M bölünsün 300 çıx M vur 1000'ə. Deməli, hansı olacaq? D variantı. Otuz beş. X 20 dərəcədə həll olma neçədir? 300. 50 Celsiusdə həll olma neçədir? 340. Deməli, temperatur artanda həll olma neynədir? Artır. Deməli, X nədir yəni? Hansıya görə? 5'dir. Bəli. X 5'dir. Y. Məsələn, 20 Celsiusdə həll olma 500. 50 Celsiusdə həll olma 470. Onda azaldı. Y nədir? Qazdır. Burada görə hansı qrafik doğrudur? Birinci doğrudurmu? Təzyiq 5 maddə həll olması tərs eləmir. Bir doğrudur. İkinci, təzyiq qazdan həll olmasının düz mütənasibidir. Artır. Üçüncü, təsir eləmir, səhvdir. Yəni 1-2'dir. Y. Otuz yeddi. Eyni temperaturda fikir versək, məsələn, X-in həll olması buradadır, Y-in həll olması buradadır, Z-in həll olması buradadır. Məsələn, deyək ki, bu nöqtələrə baxsaq, məsələn, deyək ki, bu 0, 1, məsələsi 2, məsələn 3, belə bir qiymət deyək. İndi eyni şəraitdə həll olma ən çox hansında olar sizcə? X-də. Yəni, eyni şəraitdə X-in həll olması daha çoxdur. Nədən çoxdur? Y-dən çoxdur. O da çoxdur Z-də. Yəni, istənilən şəraitdə X-in həll olması daha çox olur. Çünki X deyək ki, belə artır da, məsələn, Y-də belə artır. Yəni, hansı nöqtəyə baxsaq, görürsünüz ki, nədir? X daha çoxdur həll olma. Yəni, ən çox həll olması olan nədir? X-dir. Baxa görə, T1 temperaturunda Z-in həll olması daha azdır mı? Bəli, düzdür. T2 temperaturunda Z-in həll olması deməli, Y-dən azdır, doğrudur. T1 temperaturunda maddə həll olması ardıcılığı səhvdir. Yəni 1 və 2'dir. A variantı. Qırx bir. Həll olma misalı neçədir? 400'dür. Doymuş məhlulun həll olma misalı 400'dür. Yəni, bu doymuş haldır. Doymuş məhlul. Burada nədir? 20 mililitr suda 5 gram duz. Həll edilib. Doymuş hala gətirmək üçün hansı təcrübələri ayrı-ayrı aparmaq lazımdır? Ayrı-ayrı. Birinci təcrübə. 3 gram duz əlavə elədik. Onda duz neçə gram oldu? 5 üstəgəl 3. 8 gram. Görək KH 400 eləyəcəkmi? 400 olursa doymuş olur. 400-dən kiçikdirsə doymamışdır. KH bərabərdir nəyə? Yəni 8 gram bölünsün 20 mililitr. Vurulsun 1000'ə. 400 eləyir inşallah.
450. Deməli 450 ise bu doymuştur. Deməli 1 olar. 2. 5 mililitre su buharlandırmak. Yani 20 idi, 5 mililitre su buharlandırır. Su ne kadar oldu? 20 çarpı 5. 15 mililitre. Şimdi KH 5 böl 15 burası mı yine? 450 mi? 400'den kiçik olur. Bu doymamıştır. Üçüncü. Məhlula 5 gram duz, 5 mililitre su əlavə edildi. Ondan duzun kütlesi ne kadar oldu? Yani 5 üstəgəl 5. 10 gram. Ve su ne kadar oldu? 20 üstəgəl 5. 25 mililitre. Ve KH neye beraber oldu? 10 bölünsün 25 vurulsun 1000'e. 450 mi? 450. Doymuştur. Üçüncü de doğrudur. Deməli 1 ve 3. C variantı. Kırk beş. Bərk maddələrin həll olması eksotermikdir, endotermikdir. Endotermik. Qazların həll olması eksotermik. İkiz deməli hansı aqreqat haldadır? İkiz qazdır. Y yəni 5'dir. Bəli. Bu eksotermikdir, bu endotermikdir. Baxa. Deməli X-ə hansı aiddir, Y-ə hansı aiddir? X-ə hansı aiddir, Y-ə hansı aiddir? Birinci, hansına aiddir? Təzyiq təsir eləm, həll olma. Y-ə aiddir. İkinci, temperatur artanda həll olma azalır. Qaz. Artırsa, bərkə. Cavab nə oldu uşaqlar? D. Qırx yeddi. 50 dərəcədə 8 qram doymuş məhlul. KH 600'dür. 50 dərəcədə. Məhlul da 8 qramdır. Şimdi burada həll olan da deyək ki, duz, məsəl üçün 2 qramdır. Su isə 800 çıx 2 qram deyirik. Və KH 600 bərabərdir. 2 bölünsün 800 çıx 2 deyirik. Vurulsun 1000. Oradan ikisi tapıq. İkisi nəyə bərabər olur? 300. Duz 300 qramdır. Və su 500 qramdır. Yaxşı, suyu da tapdıq. Ondan sonra 20 dərəcəyə keçəcək. 20 dərəcədə KH 250'dir. İndi burada su dəyişmir. Duz çökür.
600-dən neçəyə gəlir? 250-yə gəlir. Eləmi? Həll olunma imkanı azalır. İndi burada su elə 500 deyirik. 500 qram. Və ikinci dəfə duzun kütləsi nə qədərdir? Deyək ki, y qram. Yəni KH 250 bərabərdir. Y bölünsün 500 vurulsun 1000'ə. Buradan da Y nəyə bərabərdir? 125 qram. Duz 125 qramdırsa, sonra məhlulu tapılır burada. Məhlul nə qədərdir? 500 üstəgəl 125. 625 qramdır. Məhlulun sıxlığı da 1 tam %25. Və buradan məhlulun həcmini taparıq. Yəni, M bölünsün nə deyirik? Rho. Yəni, 625 bölünsün 1 tam 125. Bu da nə olacaq? 500 mililitr. Bəli. Sonra bunun başqa yolunda deyərəm. Digər yolu belə deyə bilərik. 47-ni. Məsələn, 50 dərəcədə KH 600 deyilmi? 600 qram litrdə, yəni 1 litr su üçün. 1 litr su neçə qram demək? 1000 qram su deməkdir. Düzdür. Onda belə deyək də, həll olan 600 deyək, 600 desək, suyu 1000 desək, o zaman məhlul da 1600 deyərik. 1600 deyərik. Və 20 dərəcəyə baxanda 20 sayısıda KH 250'dir. Yəni, onda duz 250 qram desək, su da 1000 qram desək, məhlul neçə qram olur? 1250. Sonra biz nə edirik? Məsələn, 50 sesdən 20 sesiyə qədər deyək. 1600 qram məhlula 1250 qram olarsa 800 qram verir bax. 800 qrama nə qədər olar? Neçə eləyər burada? 625 qram. Və yenə də sıxlıq 1 tam 125'dirsə, məhlulun həcmi nə qədər olar? M bölü rho 625 bölünsün 1 tam 125. 500 mililitr. %53. Burada X maddəsi 120 qramdır. Duz 120 qramdır. Həll olan maddə.
və KH da 1500-dür. Təbii ki, su nə qədəri bilmirik. İndi KH nəyə bərabərdir? Yəni M həll olan bölünsün M su. Həll olan 120-dir. Su nə qədərdir? 120 bölünsün M su vurulsun 1000 bərabərdir 1500. Burada M su nə qədərdir? Bəli? 80. Onda məhlul nə qədər olur? %20 üstəgəl 80. Hə? 200 qram. Və sıxlığı nə qədərdir? 1,6. Və bəli, məhlul həcmi nə qədərdir? M bölünsün rho. 200 bölünsün 1,6. 125 millilitr. Həll 7. Həllanma misalı 500-dür. Məhlul da 300-dür. Amma deyək ki, duz nə qədəri bilmirik. Təbii ki, suyda nə yazarıq su? 300 çıx 2 deyərik. Və KH da neçədir? 500. O da bərabərdir nəyə? M duz bölünsün M su. Yəni 2 bölünsün 300 çıx 2. Vurulsun 1000. 2 nəyə bərabərdir? 100. Neçə? 2 100. Yaxşı. Neçə qram duz var? 100 qram duz var. Cavab 100'dür. $200 qram 20% duz məhlul üzərinə həmin duzdan 40 qram əlavə etdiyi doymuş məhlul aldı. Məhlul 200 qramdır. Və duz 20%'dir. Onda duz nə qədər olur burada? 200'ün 20%. 40 qram. Nə qədər? Yaxşı. Su nə qədər olar burada? Çünki KH, bəli, 160. $160 qram sudur. Və 40 qram da əlavə elədilər. Duz əlavə elədilər. Duz əlavə elədilər. Onda duzun kütləsi nə qədər oldu? 40 üstəgəl 40. 80 qram. KH nəyə bərabər oldu? 80 bölünsün 160 vurulsun 1000'ə. 500. Cavab 500.
61. 30 serisidə həll olma misalı 200'dür. KH 200'dür. Su veribdir. Nə qədər? 300 ml. Nə qədər maddə vardır? 50 qram. 50 qram. Həll olunma misalının temperaturun asılıq qrafikinə əsasən bu temperatur məhlul doymuş hala getmək üçün neçə qram X maddəsi yenidən əlavə eləmək lazımdır? 50 qram var əvvəlcə. Düzdür? Həll olan əvvəlcə 50 qram var. Sonra biz buna nə qədər əlavə eləməliyik? Həll olan maddə. 200 qram. Və ikinci dəfə həll olan maddənin kütləsi nə olacaq deyək? 50 üstəgəl 200 deyərik. Və KH də neçə olubdur? 200. Onda KH 200 bərabərdir nəyə? 50 üstəgəl 200 bölünsün 300 vurulsun 1000'ə. 200 nəyə bərabərdir? 10. 210'dur. Cavab 10. Altmış üç. 40 serisidə 20 ml suda 2 tuzu həll edilərək hazırlanan doymuş məhlulu 20 serisiyə dək soyutduqda neçə qram duz çəkər? Yaxşı. 40 serisidə 100 ml suda 60 qram həll olubdur. Qırx serisidə 20 serisiyə qədər. 100 ml suda 40 serisidə 60 qram həll olur. 20 serisidə 30 qram həll olur. 100 ml suda. Yaxşı. İndi 20 ml suda 20 ml suda neçə qram həll olur? 41 serisidə. 20 serisidə neçə qram həll olur? Neçə olur? Neçə olacaq? 12 qram. Bu da 6 qram. Deməli, nə qədər çökər? 6 qram çökər. Aydındır? Cavab 6. Altmış beş. Deməli, belədir. 20 dərəcədə 20 serisidə həll olma misalı 600'dür. Məhlul verib 800 qram. 20 serisidə KH 600'dür. Məhlul veribdir 800 qram. Deməli, biz nə edəcəyik? Məsələn, həll olan tapaq. Yəni, duz deyək. Məsəl üçün, duz. 200 qram deyək. Su neçə qram deyərik? 800 çıx 200. İndi KH 600 bərabərdir. Nəyə? 200 bölünsün 800 çıx 200 vurulsun 1000'ə.
2x nəyə bərabər? Neçə? 300. Duz 300 qramdırsa, su neçə qram olar? 500 qram. Və deyir ki, alınmış məhlu doymuş hala gətirmək üçün 50 qram duz əlavə edilir, həll edir. İndi 50 cc-yə də, düzdürmü? 50 cc-yə də qızdırılır. Və 50 cc-də 50 cc-də 50 qram da duz ala bilərlər. Neçə qram oldu duzun kütləsi? 300 üstəgəl 50. 350 qram. İndi KH nəyə bərabərdir? İkinci dəfə KH nəyə bərabərdir? 350 su dəyişmir də. Su buxarlanması nəzərə alınmır. Elə su elə 500 qram qalır. 500 qram qalır. Yəni bölük 500-ə suyun kütləsinə vurulsun 1000-ə. Neçə olacaq? 700. Yəni Y-in qiyməti 700. Altmış yeddi. 20 cc-də KH neçədir? 600. 20 cc-də suda hazırlanmış 8 qram doymuş 2 duzu məhluluna müəyyən miqdarda həmin duzdan əlavə edilərək 50 cc qədər qızdırılmış və bu zaman əlavə edilən duz tam həll olmuş və sıxlığı 1,7 olan doymuş məhlul alınmışdır. Alınan məhlulun həcmini hesablayın. Su buxarlanma nəzərə alınır. Yəni burada su dəyişmir yenə. $20 cc-də KH 600'dür. Məhlul da 800'dür. Şimdi burada yenə həll olan, yəni duz deyək, duzu 200 qram, su 800 çıx 200 deyək. Və KH, yəni bərabər 600, 200 bölünsün 800 çıx 200. Vurulsun 1000'ə. 200, 300. Duz 300, su isə 500. Və deməli 50 cc qədər qızdırılanda müəyyən qədər duz əlavə olunur. Düzdürmü? İndi bir miktar duzun kütləsi dəyişir də burada. Su dəyişmir. 50 cc-də su dəyişmir, su elə 500 qalır. Və ikinci dəfə duzun kütləsi nə qədər olar deyək, bilmirik. Y qram. Buradan duzun kütləsini tapaq. Yenə KH 700 verir. 700 bərabər nəyə bərabər? Y bölünsün 500 vurulsun 1000. Və Y nəyə bərabər? 350. Duz 350-dirsə, onda məhlul, ikinci dəfə məhlulun kütləsi nə qədər olar? 500 üstəgəl 350. 850 qram.
və sıxlıq, məhlulun sıxlığı 1,7. Məhlulun həcmi nə qədər olar? M böl rho. 850 bölünsün 1,7. O da 500 millilitr. Otuz yeddi, səhifə 152. Burada nə veribdir? M1 qram məhlul 80 faiz, M2 qram məhlul 20 faiz qarşılır, 40 faizli məhlul alır. M1-in M2 olan nisbətini müəyyən edir. Bunun iki yolu var. Bir xaç üsulu var. Bir də dediyi kimi iki məhlul qarşılıb, üçüncü məhlul alınırsa, o üsuldan istifadə etmək var. Deməli, burada belə deyək. M1 omega 1 üstəgə M2 omega 2 bərabər nədir? M1 üstəgə M2 vurulsun omega 3 deyək. Yəni 80 M1 üstəgə 20 M2 40 vurulsun M1 üstəgə M2. 80 M1 20 M2 40 M1 40 M2 deyək. İndi sonra nədir? Məsələn, tərəf-tərəfə hesabda M1'ləri bir tərəfə yazacaq, M2'ləri bir tərəfə yazacaq. Nə yazacaq? 40 M1 bərabər 20 M2. Burada da 2 M1 bərabər M2. M1'in M2'ye olan nisbəti neçəyə bərabərdir? 2'də 1'ə. Cavab B variantı. Bir belə yazmaq olar. Bir də xaç üsulu ilə yazmaq olar. Məsələn, 1,80% veribdir. 1,20% veribdir. Ortada 40%. Buna M1 düşür. Buna isə nə düşür? M2 düşür deyək. Təbii ki, böyükdən kiçiyə çıxır. 80-dən nəyə çıxarıq? 40-ı. Deməli, 40 deyək. 40-dan da 20-ni çıxarıq. O da 20. Sonra deyir ki, M1'in M2'ye olan nisbəti. Yəni, 20 bölünsün 40. 2'də 1. Qırx birinci sual. Səhifə 152. 450 qram suda neçə litr metanol? Metanolun suda 40% məhlula formalin deyirlər. Necə ki, amonyakın suda 10% məhlula naşatlı spir deyirik. Belə. Bu da, məsələn, formalin deyirlər. Su 450 qramdır. Metanol 40%'dir. Onda su neçə faizdir? Deyək, 60%. Buradan metanolun kütləsini tapaq. Yəni HCOH. Neçə qram olar? Hə. Məsələn, deyək ki, tənasiblə.
450 gram su 60%'dirsə 60%'dirsə 40% da metanaldır. Metanal qazı. O da neçə olur? 300. Və bunun da emeli 30'dur. Emeli 30'dur. Ne yazacaq? 30 gram metanal 22,4 litrdirsə 300 gram metanal neçə litrdir? 224 litrdir. C. Qırx üç. 25 gram mis kuporosu. Yani mis sulfat olsun 5 H2O. 55 gram suda həll etdə alınan məhlulda mis 2 sulfatın kütlə payını tapın. Yaxşı. Mis 2 sulfatın kütlə payını istəyirsə, mis 2 sulfatın kütləsini məhlulun kütləsinə vurur. İndi burada məhlulun kütləsi nə qədər olur? Yəni 25 dərəcə 55. Bu neçə edir? 80 qram. İndi biz burada mis 2 sulfatın kütləsində tapaq. Sualı çərəsi. Necə edərik? Mis kuporosu 5 H2O. Hə? Burada mis sulfatı müəyyən edək. Bunun emeli neçədir? Mis kuporosunun emeli 250. 250 qrama neçə düşür? 160. Sonra nə deyirik? 25 qrama da neçə qram deyirik? 16 qram. Buradan da bəli 16 qramdır. Mis 2 sulfatın kütlə payı nəyə bərabər? 16 bölünsün 80, burası 100. O da 20%. 45. 20% duz məhluldakı suyun 4də 3'ü buxarlandı. 4də 3'ü buxarlansa neçəsi qaldı? 4də 1. Məhlul deyək ki 200 qramdır. Əvvəlcə duz 20%'dir. Yəni duz nə qədər olur? 0,200 qram. Qaldı su nə qədərdir? 0,8-200 qram. İndi həmin suyun 4də 3'ü buxarlandı. Qaldı nə qədər? 4də 1. 4də 1. 4də 1 su qaldı. Yəni 0,8-200 vurulsun 4də 1. Nə qədər oldu? 0,200 qram. Duz dəyişmir. Yəni 0,200'dir. Onda məhlul nə qədər olur? 0,4x. Və kütlə payı nə qədər olacaqdır mənə? 0,2x bölünsün 0,4x vurulsun 100. 50%.
47. 150 qram 60% sulfat duzlu məhlulun üzərinə 100 qram 70% nitrat duzlu məhlulu əlavə edilmişdir. Alınmış məhlulda su molekulu neçə su molekulu olar? Deməli, ayrı-ayrı məhlullarda suyun kütləsini taparıq. Baxa. Birinci məhlulun kütləsi 150 qram. Və sulfat turşusu 60%. Sulfat turşusu nə qədər olur burada? 150'nin 60%'ni neçə eləyir? 90 qram. Və su nə qədər olur burada? 150 çıx 90. Neçə? 60 qram. İkinci məhlul. 100 qram. Və nitrat turşusu 70%. Yəni nitrat turşusu 70 qram. Və su 30 qram. Sonra bu iki məhlulu qarışdıranda suyun kütləsi nə qədər olur? Ümumi suyun kütləsi 60 dərəcə 30. 90 qram. Sonra bəli, suyun da molekül kütləsi 18'dir. İndi deyirik ki, 18 qram suya 6,2 13,23 molekul varsa 90 qram suda neçə molekul olar? 3'dan %1 13,24 molekul olacaq. Yəni cavab C. Qırx doqquz. Natrium hidroksidin məsələn mol nə qədər verir? 0,25 mol. 0,125 mol natrium hidroksid. Və nə qədər su verir? 5 mol. 5 mol su verir. Elə belə yazaq. 5 mol su verir şu an. Deyir ki, məhlulda natrium hidroksidin kütlə payını tapır. Təbii ki, məhlul kütləsini tapır. Əvvəlcə bunların kütlələrini tapır. Məsələn, natrium hidroksidin kütləsi nə qədər olar? Natrium hidroksidin MR neçədir? 40. Yəni 40 vurulsun 0,125 molar. 10 qram eləyər. Bəs su nə qədər olar? 5 mol vurulsun 18. 90 qram. Və məhlul nə qədər olar? 10 üstəgəl 90, 100 qram. Və natrium hidroksidin kütlə payı nə qədər olar? 10 böl 100 vurulsun 100%. Bölür 10%. Ye bəndə. Hələ bir. Kalsium oksid deməli 994 ml suda həll edicidə alınan məlumatda kalsium hidroksidin kütlə payını tapır. Kalsium hidroksidin kütlə payını tap deyir. Təbii ki, kalsium hidroksidin kütləsini məhlulun kütləsinə bölməklə tapır. Bu 100%. İndi biz burada məhlulun kütləsini tapmalıyıq. Məhlulun kütləsi nə qədər olar?
5,6 üstəgəl 994 tam ondadır. Bu da neçə eləyir deməli? 1000 qram. İndi sonra nə etməli? Kalsium oksidin əməri 56, kalsium oksidin əməri 74. Sonra kalsium oksid üstəgəl su. Nə alır deməli burada? Kalsium hidroksid. İndi müqayisə edirik də buna. 56'ya kalsium hidroksidin kütləsi tapılır da burada. 56'ya 74 ise 5,6'ya da neçə qram olar? 7,4 qram. Kalsium hidroksidin kütləsi 7,4 qramdır və kalsium hidroksidin kütlə payı nə qədər olar? 7,4 böl 1000 vurulsun 100%. 0,74 faiz. A variantı. %53. Tibbdə istifadə olunan yodun kristal yodun spirtdə 5% məhluludur. Yodun spirtdə məhluludur. Məhlul 200 qramdır. Sıxlığı fonda 8 qram mililitre olan neçə mililitre spirt lazımdır. Məhlul 200 qramdır. Yod 5%'dir. Yod neçə qram olar? 10 qram. Bəs spirt neçə qram olar? 190 qram. İndi spirtin sıxlığı da 0,8'dir. Spirtin həcmi nə qədər olar? 190 bölünsün nədir? 0,8. 237,5 mililitre. C variantı. %57. Səhifə 153. 100 qram 17% gümüş nitrat. Gümüş bir nitrat. Neçə qramdır? 17 qram. %100 qram 30% natrium klorid. Neçə qramdır? 30 qram. İndi gümüş nitratın əməri 170'dir. Natrium kloridin əməri 58,5'dir. Gümüş nitratın natrium klorid reaksiyasını yazarıq. Və nə alaraq burada? Gümüş, klor, çöküntü, natrium nitrat. Gümüş klor çöküntü olduğu üçün məhlulda qalmaz. Amma natrium nitrat həll olduğu üçün məhlulda olacaq. İndi burada gördüyümüz kimi 1'ə 1 daxil orada 1 mol 1 mol. 170 qram, bunun əməri 170'dir. Burada 58,5. 170 qrama 58,5 qram natrium klor daxil olursa, burada tam sərf olan hansı olar sizcə? Gümüş nitrat. Deməli, sərf olur gümüş nitrat 17 qram. Bu da neçə qram olur? 5,85 qram. 5,85 qram. Deməli, burada gümüş nitrat tam sərf olur. Tam sərf olur.
Onda bu tabi getdi də, düzdürmü? Natrium klordan isə nədir? Artıq qalır. Məsələn, desəydi, natrium klordan nə qədər artıq qalır? 30-dan 5 tam, 185, 24 tam da. Yaxşı. İndi deməli, məhlulda hansı maddələr olacaqdır? Məhlulda natrium klor olacaq, natrium nitrat olacaq. Yəni, hansı olacaq? D variantı. Həll 9. Sulfat tusun molekullarının sayı su molekulu sayına 2 dəfə çoxdur. Yəni, sulfat tusun molu suyun moluna 2 dəfə çoxdur. Elə bil ki, mol nisbətinə baxanda sulfat tusun molu bu 2 dəfə çoxdur. Yəni, 2 molun 1 mol nisbətindədir. Belə də deyə bilərik. 2-nin 1-ə nisbəti. Bildiniz nətər? 2 molun 1 mol nisbətinə deyə bilərik. 2x mol, 2x mol deyə bilərik. İndi, sulfat tusun molekülər kütləsi 98. Məsələn, deyək ki, 2 vur 90, 2 mol vurulsun 98 qrama, 18 qram su düşürsə, hə? 29 tam, onda 4 qram sulfat tusuna nə qədər su düşür? Bəli? 2,7. Cavab?